Muheymin 2-ci cild. Təhqiq, tərcümə və təlif Mürşid Yusufoğlu. Oruz kitabı. Oruzlu olduğu halda yeməyə dəvət olunan kimsə babı. Bizə Sufyan danışdı dedi, bizə Əbu Zinad danışdı, Əbu Xureyrədən dedi. Resulullah sallallahu aleyhi və səlləm dedi. Sizdən biriniz oruzlu olduğu halda yeməyə çağırılsa, həqiqətən də mən oruzluyam desin. Humeydi 1042. Hədisi Humeydi, Əhməd, Darimi, Muslim, Nəsai, Əbu Davud, İbn Macə, Tirmizi, Əbu Yələ və Əbu Əvanə rəvayət etmişdir. Bizə Yazid danışdı, bizə Hişam xəbər verdi. Muhammeddən, Əbu Xureyrədən Nəbi sallallahu aleyhi və səlləm dedi. Sizdən biriniz bir yerə dəvət olunsa icabət etsin. Əgər oruclu olsa, dəvət edən adama dua etsin. Əgər muftirdirsə, iftar edəndirsə, oruclu deyilsə, yemək yesin. Əhməd 10593. Digər bir rəvayətdə bizə Əli İbn Hucur xəbər verdi, dedi. Bizə İsmail danışdı, Hişamdan, İbn Sirindən, Əbu Xureyrədən dedi. Rasulullah sallallahu aleyhi və səlləm dedi. Sizdən biriniz bir dəvətə, qonaqlığa dəvət olunsa, icabət etsin. Əgər orucludursa, dua etsin. Əgər oruc deyilsə, yemək yesin. Nəsai, Əl-Kubra 6576. Hədisi Əhməd, Muslim, Əbu Davud, Nəsai, Tirmizi, Əbu Yələ və İbn Hibban rəvayət etmişdir. Orucda yalan sözü, onunla əməl etməyi və cahilliyi tərk etməyən kimsə babı. Bizə Yazid danışdı, bizə İbn Əbi Zib xəbər verdi. Məqburidən, atasından, Əbu Xureyrədən dedi. Rasulullah sallallahu aleyhi və səlləm dedi. Kim yalan sözü, onunla əməl etməyi və cahillik etməyi tərk etməsə, Allahın onun yeməyini və içməyini tərk etməsinə ehtiyacı yoxdur. Əhməd 10593. Digər bir rəvayətdə bizə Suveyd İbn Nəsir xəbər verdi, dedi. Bizə Abdullah xəbər verdi, dedi. Bizə İbn Əbi Zib xəbər verdi. Səid Əl-Məqburidən, atasından, Əbu Xureyrədən. Nəbi sallallahu aleyhi və səlləm dedi. Kim yalan sözü və onunla əməl etməyi tərk etməsə, Allahın onun yeməyini və içməyini tərk etməsinə ehtiyacı yoxdur. Nəsai, Əl-Kubra 3233. Digər bir rəvayətdə bizə Rabi İbn Süleyman xəbər verdi, dedi. Bizə İbn Vahb danışdı, dedi. Mənə İbn Əbi Zib xəbər verdi. Səid Əl-Məqburidən, atasından, Əbu Xureyrədən, Rasulullah sallallahu aleyhi və səlləm dedi. Kim orucda yalan sözü, onunla əməl etməyi və cahilliyi tərk etməsə, Allahın onun yeməyini və içməyini tərk etməsinə ehtiyacı yoxdur. Nəsai Əl-Kubra 3234. Digər bir rəvayətdə bizə Əhməd İbn Amr İbn Sər xəbər verdi, dedi. Bizə İbn Vahb danışdı, dedi. Mənə İbn Əbi Zib danışdı, Səid İbn Əbi Səiddən, Əbu Xureyrədən, Nəbi sallallahu aleyhi və səlləmdən dedi. Kim orucda yalan sözü, onunla əməl etməyi və cahilliyi tərk etməsə, Allahın onun yeməyini və içməyini tərk etməsinə ehtiyacı yoxdur. Nəsai Əl-Kubra 3235. Digər bir rəvayətdə Amr İbn Rafi danışdı, dedi. Bizə Abdullah İbn Mübarək danışdı. İbn Əbi Zibdən, Səid Əl-Məqburidən, atasından, Əbu Xureyrədən dedi. Rasulullah sallallahu aleyhi və səlləm dedi. Kim yalan sözü, cahilliyi və onunla əməl etməyi tərk etməsə, onun yeməyini və içməyini tərk etməsinə Allahın ehtiyacı yoxdur. İbn Macə 1689. Hədisi Əhməd, Buxari, Əbu Davud, Nəsai, İbn Macə, Tirmizi və İbn Xuzeymə rəvayət etmişdir. Visal orucunun ara vermədən, iftar etmədən oruç tutmaq, nəhy olunması babı. Məlik Nəfidən, Abdullah İbn Ömərdən, Rasulullah sallallahu aleyhi və səlləm visalı nəhy etdi. Dedilər ki, ya Rasulullah, axı sən visal edirsən. Rasulullah sallallahu aleyhi və səlləm dedi. Şübhəsiz ki, mən sizin heyətiniz kimi deyiləm. Həqiqətən də mən yedirilirəm və içirilirəm. Məlik 837. Digər bir rəvayətdə bizə İbn Numeyr danışdı, dedi. Bizə Ubeydullah İbn Ömər danışdı, Nəfidən, İbn Ömərdən. Nəbi sallallahu aleyhi və səlləm Ramazanda visal etdi. Onun əhsabından bəzi insanlar da visal etdilər. O da onlara bunu nəhy etdi. Ona deyildi.
Axı həqiqətən də sən visal edirsən. O dedi, həqiqətən də mən sizin misliniz deyiləm. Çünki həqiqətən də mən yedirilirəm və itirilirəm. Əbu Bəkr İbn Əbi Şeybə 9680. Digər bir rəvayətdə bizə Yahya danışdı Ubeydullahdan, mənə Nəfi danışdı Abdullah İbn Ömərdən dedi. Rasulullah sallallahu aleyhi və səlləm Ramazanda visal etdi. İnsanlar da visal etdilər və ona dedilər, özün visal etdiyin halda bizə visal etməyi nəhy etdin. O dedi, həqiqətən də mən sizdən biri kimi deyiləm. Şübhəsiz ki, mən yedirilirəm və itirilirəm. Əhməd 4721. Digər bir rəvayətdə bizə Musa İbn İsmail danışdı, bizə Cüveyriyə danışdı, Nəfidən, Abdullah radiyallahu anhudan. Nəbi sallallahu aleyhi və səlləm visal etdi. İnsanlar da visal etdilər və visal orucu iftar etmədən oruç tutmaq onlara ağır gəldi. Rasulullah sallallahu aleyhi və səlləm onlara bunu nəhy etdi. Dedilər ki, ya Rasulullah, axı sən visal edirsən. Rasulullah sallallahu aleyhi və səlləm dedi, şübhəsiz ki, mən sizin heyətiniz kimi deyiləm. Şübhəsiz ki, mən Allah tərəfindən yedirilməyə və içirilməyə davam edirəm. Buxari 1922. Hədisi Məlik İbn Əbi Şeybə, Əhməd, Abd İbn Xumeyd, Buxari, Muslim, Əbu Davud, Nəsai və Əbu Avanə rəvayət etmişdir. Bizə Affan danışdı, bizə Həmməd İbn Sələmə danışdı dedi, bizə sabit xəbər verdi Ənəs İbn Məlikdən. Rasulullah sallallahu aleyhi və səlləm Ramazanda visal etdi. Onun əhsabından bəzi insanlar da visal etdilər. Nəbi sallallahu aleyhi və səlləmə bu məsələ xəbər verildi. Nəbi sallallahu aleyhi və səlləm dedi, əgər ay mənim üçün uzadılsaydı, heç şübhə yoxdur ki, yenə də visal edərdim ki, beləcə dərinliyə dalanlar bu dərinliyə dalmağı, həddi aşmaqlarını tərk etsinlər. Həqiqətən də mən Rəbbimin məni yedirməsinə və içirməsinə davam edirəm. Əhməd 13691. Digər bir rəvayətdə mənə Zuheyr İbn Hərb danışdı, bizə Əbu Nadir Həşim İbnül Qasım danışdı, bizə Süleyman danışdı Sabitdən, Ənəs radiyallahu anhudan dedi. Rasulullah sallallahu aleyhi və səlləm Ramazanda fərz olmayan namaz qılırdı. Mən də bərabər namaz qılmaq üçün gəlib onun yanında durdum. Başqa bir kişi də gəlib mənimlə bərabər Rasulullah sallallahu aleyhi və səlləmin yanında namaza durdu. Bu minvalla biz bir dəstə adam olduq. Nəbi sallallahu aleyhi və səlləm bizim onun arxasında olduğumuzu hiss etdikdə namazı yüngülləşdirməyə, tək olanda qıldığından daha xəfif qılmağa başladı. Sonra Rasulullah sallallahu aleyhi və səlləm mənzilinə girib bizim yanımızda qılmadığı bir namaz qıldı. Ənəs dedi, biz sabaha çıxdıqda ona dedik, gecə bizim sənin arxanda namaz qıldığımızı bildinmi? Bundan xəbərin oldu mu? Ənəs dedi, Rasulullah sallallahu aleyhi və səlləm dedi, bəli, məhz bu məni belə etməyə, sizdən ayrılıb evdə tək başına namaz qılmağa sövq etdi. Sonra Ənəs radiyallahu anhu sözünə davam edərək dedi, Rasulullah sallallahu aleyhi və səlləm visal, iftar etmədən oruç tutmaq etməyə başladı. Bu da Ramazan ayının axırında idi. Onun əhsabından bir qismi də visal etməyə başladılar. Nəbi sallallahu aleyhi və səlləm dedi, bəzilərinə nə olub ki, visal edirlər? Şübhəsiz ki, siz mənim mislim deyilsiniz, mənim kimi deyilsiniz. Məni dinləyin. Vallahi, əgər ay mənim üçün uzansaydı, elə bir visal edərdim ki, dərinə dalanlar, həddi aşanlar bunu tərk edərdilər. Muslim 2538. Hədisi Əhməd, Abd İbn Humeyd, Buxari, Muslim, Əbu Yələ, İbn Xuzeymə və İbn Hibban rəvayət etmişdir. Bizə Muhammed danışdı Əbu Sələmədən, Əbu Xureyrədən. Rasulullah sallallahu aleyhi və səlləm visalı nəhy etdi. Səhabələr dedilər, ya Rasulullah, həqiqətən də sən visal edirsən. O dedi, şübhəsiz ki, mən sizin misliniz deyiləm. Həqiqətən də mən Rəbbimin məni yedirməsinə və içirməsinə davam edirəm. İsmail İbn Cəfər 182. Digər bir rəvayətdə bizə Əbul Yəmən danışdı, bizə Şuayb xəbər verdi, Zuhridən dedi. Mənə Əbu Sələmə İbn Abdurrahman danışdı ki, Əbu Xureyrə radiyallahu anhu demişdir. Rasulullah sallallahu aleyhi və səlləm orucda visalı nəhy etdi. Müsəlmanlardan bir kişi dedi, ya Rasulullah, axı sən özün visal edirsən. Nəbi sallallahu aleyhi və səlləm dedi, sizin hansı biriniz mənim mislimdir, mənim kimidir?
Həqiqətən də mən Rəbbimin məni yedirməsinə və içirməsinə davam edirəm. Onlar visalı bitirməkdən imtina etdikdə Resulullah sallallahu aleyhi və səlləm onlarla bir gün visal etdi. Sonra bir gün daha, sonra isə Şəvval ayında çıxan hilalı gördülər. Resulullah sallallahu aleyhi və səlləm dedi, əgər hilal gecişsəydi, sizin üçün visal orucunu tutmağı artırardım. Sanki Resulullah sallallahu aleyhi və səlləm bu sözləri visalı bitirmədikləri üçün onlara bir cəza olaraq dedi. Buxari 1965. Hədisi İsmail İbn Cəfər, Əhməd, Darimi, Buxari, Muslim, Nəsai və İbn Hibban rəvayət etmişdir. Bizə Cərir xəbər verdi. Umara İbnül Qaqadan, Əbu Zuradan, Əbu Xureyri radiyallahu anhudan, Nəbi sallallahu aleyhi və səlləmdən dedi. Sizi visaldan çəkindirirəm, sizi visaldan çəkindirirəm, sizi visaldan çəkindirirəm. Nə badə visal orucu tutasınız. Dedilər ki, ya Rasulullah, axı həqiqətən də sən özün visal edirsən. Rasulullah sallallahu aleyhi və səlləm dedi, şübhəsiz ki, siz bunda mənim mislim, mənim kimi deyilsiniz. Şübhəsiz ki, mən Rəbbimin məni yedirməsinə və içirməsinə davam edirəm. Əməllərdən gücünüz çatanı yüklənin, gücünüz çatanı etməyə çalışın. İshaq İbn Rahavə 168. Digər bir rəvayətdə mənə Zuheyr İbn Hərb və İshaq danışdı. Zuheyr dedi, bizə Cərir danışdı, Uməradan, Əbu Zuradan, Əbu Xureyri radiyallahu anhudan dedi. Rasulullah sallallahu aleyhi və səlləm sizi visaldan çəkindirirəm, nə badə visal orucu tutasınız. Onlardan biri dedi, ya Rasulullah, axı həqiqətən də özün visal edirsən. Rasulullah sallallahu aleyhi və səlləm dedi, şübhəsiz ki, siz bunda mənim mislim, mənim kimi deyilsiniz. Şübhəsiz ki, mən Rəbbimin məni yedirməsinə və içirməsinə davam edirəm. Odur ki, əməllərdən gücünüz çatanı yüklənin, gücünüz çatanı etməyə çalışın. Muslim 2535. Əracın Əbu Xureyri radiyallahu anhudan olan hədisində Məlik Əbu Zinaddan, Əracdan, Əbu Xureyrədən Rasulullah sallallahu aleyhi və səlləm dedi, sizi visaldan çəkindirirəm, sizi visaldan çəkindirirəm. Dedilər ki, ya Rasulullah, axı həqiqətən də sən özün visal edirsən. Rasulullah sallallahu aleyhi və səlləm dedi, şübhəsiz ki, mən sizin heyətiniz kimi deyiləm. Şübhəsiz ki, mən Rəbbimin məni yedirməsinə və içirməsinə davam edirəm. Məlik 828. Hədisi Məlik, Hümeydi, İshaq İbn Rahavə, Əbu Bəkr İbn Əbi Şeybə, Əhməd, Darimi, Muslim, Əbu Yələ, İbn Xuzeymə, Əbu Avanə və İbn Hibban rəvayət etmişdir.